Salam. Bugün Qırmızı Həb adlı bir sənədli filmin anonsuna əsaslanaraq kişilərin hüquqları hərəkatı, yəni MRA ətrafındakı, deməli, olduqca qızğın müzakirələri araşdıracağıq. Bəli, bu mənbə həqiqətən də çox kəskin, bir-birinə tamamilə zid mövqeləri üzə çıxarır. Bir tərəfdə kişilərin ayrı seçkiliklə üzləşdiyini deyənlər var, digər tərəfdə isə bu hərəkatı, necə deyim, qadın düşmənçiliyi kimi görənlər. Düzdür. Mənbədə MRA tərəfdarının arqumentləri var, iş yerində ölüm hallarının çoxluğu, intihar statistikaları, hüquq sistemindəki qərəzlilik iddiaları kimi. Bunlara baxacaq. Eyni zamanda da onlara qarşı səslənən tənqidlər var. Mizoginiya ittihamları, nifrət qrupu kimi damğalanma, patriarxal gücün hələ də davam etməsi kimi fikirlər. Çox maraqlıdır ki, mənbədə deyilir ki, filmin rejissoru özü də feminist olub, amma bu mövzunu araşdırdıqca müəyyən qədər çaşqınlıq yaşayıb, hətta şübhələrə düşüb. Bəli, bu da məsələnin nə qədər mürəkkəb olduğunu göstərir. Görünən odur ki, əsas gərginlik burasındadır. Kişi problemlərini müzakirə etmək bəziləri üçün çox vacibdir, amma eyni zamanda bu müzakirələr asanlıqla nifrət ritorikasına çevrilə bilər. Tamamilə. Bizim burada məqsədimiz kim haqlıdır, kim haqsız onu müəyyən etmək deyil, əsla. Sadəcə bu konkret mənbədəki baxışları, arqumentləri, verilən nümunələri, yəni sizə çatdırmaq, anlamanıza kömək etməkdir. Gəlin elə başlayaq da, məsələn, MRA tərəfdarları mənbədə hansı iddiaları irəli sürürlər? İlk növbədə deyəsən statistik rəqəmlər var. Statistikalar çox vurğulanır. Məsələn, deyilir ki, iş yerində ölümlərin səhv etmirəmsə 93%-i kişilərdir. 93%. Bu çox böyük rəqəmdir. Bəli. Və intiharların da təxminən 5-də 4-ü, yəni hardasa 80%-i kişilərin payına düşür. Bunları kişi təcrübəsinin sanki göz ardı edilən tərəfləri kimi təqdim edirlər. Hüquqi sahədəki iddialar da var idi, eləmi? Boşanma, uşaq himayəsi. Əlbəttə. Məsələn, boşanma proseslərində uşaqların kiminlə qalması məsələsində atalara qarşı qərəzlilik olduğu iddia edilir. Atalıq testləri ilə bağlı da deməli narazılıqlar var. Orada bir ifadə var idi, DNA do not ask. Bu nə deməkdir? Yəni, mənbər bunu belə izah edir ki, bəzi hallarda qanunlar kişinin atalıq testi tələb etməsini məhdudlaşdırır və bu da kişilər üçün ədalətsiz bir vəziyyət yaradır. Aydındır. Bir də yalan ittihamlar mövzusu var. Mənbədə buna aid konkret nümunələr də var idi deyəsən. Var. Özdə çox, necə deyim, sarsıdıcı nümunələr. Məsələn, arvadı tərəfindən bıçaqlanan, amma sonda özü həbs edilən bir kişi haqqında danışılır. Necə yəni? Özü qurban olduğu halda? Bəli, mənbədə belə təsvir edilir. Yaxud polis məsləhəti kimi göstərilən bir şey var. Əgər qadın sənə vurursa, sadəcə çəkil kənara, çünki o sənə vurarkən dırnağı sınsa belə, biz səni həbs edəcəyik. Doğrudan. Belə bir məsləhət. Mənbə belə iddia edir. Başqa bir misal da var, 15 yaşlı oğlanın 35 yaşlı qadına təcavüzdə ittiham olunması. Halbuki iddiaya görə əslində oğlan qurban olub, amma yenə də uşaq pulu ödəməyə məcbur edilib. Bu nümunələr həqiqətən də adamı düşündürür. Yəni sistemin reaksiyası, ittihamlar çox mürəkkəbdir və mənbəyə görə bu cür şeyləri dilə gətirmək də asan deyil. Elədir. İddia odur ki, bu problemləri qaldıran kimi dərhal mizoginist, qadın düşməni damğası vurulur və bu etiketlər əslində arqumentləri susturmaq üçün bir vasitədir. Yaxşı, bəs tənqidçilər nə deyir? Onların mövqeyi də çox kəskindir deyəsən. Çox kəskin. Onlar MRA hərəkatını birbaşa qadın düşmənləri, woman haters adlandırırlar. The Red Pill kimi onlayn platformaları isə nifrət yayan məkanlar kimi görürlər. Hətta bəzi təşkilatlar da onları nifrət qrupu sayır. Bəli, məsələn, Amerikadakı Southern Poverty Law Center, SPLC, kimi tanınmış bir təşkilatın bəzi MRA qruplarını rəsmən nifrət qrupu kimi təsnif etdiyi qeyd olunur mənbədə. Deməli, bir tərəf deyir ki, problemlərimizi danışmağa qoymurlar, o biri tərəfdə deyir ki, siz nifrət yayırsınız. Tənqidçilərin başqa arqumentləri nədir? Onlar deyir ki, dayanın bir dəqiqə, kişilər hələ də əsas gücə sahibdirlər, siyasi güc, iqtisadi güc, cəmiyyət onsuz da patriarxaldır. Yəni, əsl problem elə budur. Bəzi feminist tənqidçilər belə düşünür. Onlar MRA-ların əslində itirdikləri gücə və statusa görə narahat olduqlarını irəli sürürlər. Hətta bir sual da qoyurlar. Bəlkə MRA-ların şikayət etdiyi bəzi məsələlər, məsələn, kişilərin emosiyalarını boğması və ya riskli davranışları elə patriarxal sistemin özünün nəticəsidir? Maraqlı sualdır.
Yəni problemin kökü elə sistemin özündədir deyirlər. Bəli, bir də hərəkatın özünün çox qarşı durma yaratmağa meyilli, yəni antagonist olduğu fikri səslənir. Bütün bu ziddiyyətlər içində, bayaq dediyimiz kimi, rejissorun özü də çaşbaş qalıb. Mənbə onun vəziyyətini necə təsvir edir? Deyilir ki, o, feminist keçmişinə rəğmən MRA argumentlərini dinlədikcə həqiqətən çaşqınlıq yaşayır. Öz-özünə sual verir. Görəsən MRA-lar məni aldadır? Are the MRAs just duping me? Tarazlıq üçün feministlərin də fikrini almağa çalışması göstərir ki, mövzu necə qütbləşib. Deməli, mənbənin əsas göstərdiyi şey bu kişi məsələlərini müzakirə etməyi nə qədər çətin olduğudur. Bir yandan susturulma iddiaları, digər yandan da nifrət ritorikası ilə bağlı, əlbəttə ki, haqqı narahatlıqlar. Bəli, və qırmızı həb anlayışı da burada simvolik mənada daşıyır. Bəziləri üçün bu, gender reallıqları haqqında narahat, amma üzləşilməli bir həqiqətdir. Aydındır. Yekun olaraq gördüyünüz kimi bu mənbə bizə kişi təcrübələri və gender münasibətləri ilə bağlı tamamilə bir-birinə zid iki fərqli hekayə təqdim etdi. Bir tərəfdə deyilir ki, kişilərin problemləri göz ardı edilir, digər tərəfdə isə bu hərəkat qadınlara qarşı nifrət yaymaqda ittiham olunur. Bizim də məqsədimiz, təkrar edirəm, kiminsə tərəfini tutmaq deyildi. Sadəcə bu konkret mənbədəki argumentləri, iddiaları, nümunələri sizə çatdırmaq, mövzunun mürəkkəbliyini göstərməkdir. Və sonda düşünmək üçün belə bir sual qoymaq olar bəlkə də. Mənbədəki məlumatları nəzərə alsaq, sizcə cəmiyyətdə kişilərin üzləşdiyi problemlərə qarşı doğrudan da bir mərhəmət boşluğu, bir laqeydlik varmı? Yoxsa bu iddialar əslində daha dərin, daha mürəkkəb sosial məsələlərin, bəlkə də elə patriarxatın fərqli üzlərinin üstünü örtmək üçün bir vasitədir? Həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.